Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibina ve habibi ilahil alemin. Ebil Kasimi Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Hoş gördük aziz değerli mümin bacılarım ve mümin kardeşlerim, bugün cümədir, cüməmiz mübarek olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cennetinde cəm eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayət eləməyə dəvət eləyirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugünkü mövzu və xütbə eyni zamanda gənclərimizə çox təsir edən bir xütbədir. Orta nəslin nümayəndələrinə də təbii şamildir, hər kəsə şamildir. Mən bugün qərarlaşmışdım ayrı bir xütbə sizin qarşınıza çıxardım. Və səhərə az qalmış sübh namazından sonra düşündüm ki, o nəzərdə tutduğum xütbənin də bir zamanı olacaq, amma beynimə nədənsə belə bir mövzu gəldi. Mən düşünürəm ki, bunu hər kəs bəyənəcək, hər kəs qəbul edəcək, yaşından, başından, cinsindən asılı olmayaraq. Mövzunun adı belədir: İnsan niyə tələsir? Düşündürücüdür. Mövzu həm Quran-ı Kərimin, həm də müasir psixologiyanın çox dərin mövzularından biri hesab olunur. Həm müasir psixologiya bu haqqda düşünür, həm də zamanında Quran-ı Kərim bu barədə cavab verib. Xüsusilə də gənclərimizə bu insan niyə tələsir, mən niyə tələsirəm? Çünki yaşadığımız dövr ani nəticə dövrüdür. İstəyirik ki, hər şey dərhal həll olunsun. İndi mən buna Quran-ı Kərimdən cavab verəcəm və bu mövzunu da konkret olaraq qısa fikrimlə izah etməyə çalışacağım. Ümumiyyətlə, insan ruhunda belə bir şey var. Namaz qılıram, dua edirəm, deyirəm Rəbbim, mənim duamı tez qəbul elə. Universitetə girirəm, universitetin tez bitməsini istəyirəm. Uşaqlar böyüyür, tez inkişaf etməsini istəyirəm. Və ümumi halda həyatda gördüyümüz nələr varsa ona çox çaba göstəririk, cəhd edirik ki, tez olsun, tez olsun. Bəzən də səbirsizliyimiz o qədər mani olur ki, dualarımız biraz gec olanda Allah'tan narazılıq etməyə başlayırıq, inciməyə başlayırıq, küsməyə başlayırıq. Allah niyə mənim duamı qəbul eləmədi? Allah niyə mənə uğur vermədi? Bax, belə suallar məni də düşündürür, sizi də düşündürür. Çünki Əl-Ənbiya surəsinin 37-ci ayəsində Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Xuliqəl insanu acula və yaxud xuliqəl insanu min acəl. İnsan tələskən olaraq yaradılmışdır. İnsan tələsən varlıqdır. Bu ayə bizə göstərir ki, insan təbiətində bu his var. Lakin Allah bu xüsusiyyəti o yaşam tərzinə uyğun insanın idarə etmə sisteminə verir. İnsanın idarəsinə qoyur. Yəni, insan öz idarə çərçivəsində bunu formalaşdıra bilsin, həyat və yaşadığı bir mühit zamanda. Mən bunu da qeyd edeyim ki, bütün uğurlara nail olmaq istəyiriksə,
səbirlə nail olacağıq. Bütün uğurlar səbirlə yaranır. Əgər səbrimiz olacaqsa, uğurları imza atacağıq. Əgər tələskən olmayacaqsa, bütün bu arzu istəklərimizə, hədəflərimizə çatacağıq. Ümumiyyətlə, həyat qanunları var, yaşayış qanunları var və bəzən də yazılmayan qanunlar var ki, insan o yazılmayan qanunlardan xəbərdar deyil. Bəzən həyat fəlsəfəsi insanı məşəqqətlərə salır, insanı çətinliyə salır, insanı öyrəşdirir. Mən adətən bir misalı çəkmək istəyirəm, o misalla da qane olacaqsınız. Bir toxumu torpağa səpən bir dənə bağban, o toxumu bağban səpir. Torpağı qazıb daha yoxlamır tez-tez ki, görəsən bu bitir-bitmir, inkişaf edir-etmir. O zamanın gözləyir. Onun yetişməsi üçün zaman lazımdır. Dua da belədir. İnsan üzərinə düşən vəzifə yerinə yetirilərsə, əgər insan bütün çətinliklərə səbr edərsə və qarşısına qoyduğu məqsədin uğrunda fədakarlıq edərsə, mütləq Allah onun çəkdiyi zəhmətin nəticəsini ona verəcək. Amma biz insan olaraq çox tələsirik, darıxırıq, amma bizdə bir şey var, deyir, meyvə zamanında yetişəcək. Sənin darıxmağa heç bir lüzumun yoxdur. Biz Peyğəmbərlərin həyatlarına nəzər salanda baxıb görürük ki, bütün müqəddəs Peyğəmbərlər, imamlar uğurlara çatmaq üçün, məqsədlərə çatmaq üçün çox böyük zamanlar gözləyiblər. Amma hədəflər üçün addım atıbdılar. Bəzən bizim istədiyimiz tez olan bir şey bəlkə Allahın xoşuna gəlmir. Biz ola bilər ki, bir şeyi zamanında istəyirik ki, bu zaman... Çünki Allah üçün zaman, məkan məhdudiyyəti var. Biz zaman, məkan məsələsi var. Allah üçün zaman yoxdur. Allah üçün məkan yoxdur. Hətta Quran-ı Kərimdə və digər hədislərdə ayə var ki, bir insan bu ömrü, yəni insan əgər 70 il, 80 il yaşayırsa, qiyamət gününün zamanı ilə vuranda, qiyamət gününün bir saat zamanı bizim bu dünyanın bir insanın çox yaşaya biləcək qədərdir. 90 il bir adam yaşayırsa, Allah üçün 90 il bu zamana aiddir, sənə, mənə aiddir. Allah üçün axirətdə bir saat yetər ki, insanın bir 90 il, 100 il, bir əsr ömrü qədər olsun. Yəni, müqayisə bizim dünyalarla ölçülür. Mən deyirəm ki, mənim bu işim düzəlsin. Allah istəmir. Deməli, sənin xeyr bildiyində Allah zərər bilir. Və sənin zərər bildiyin bir şeydə Allah xeyr görür, xeyr istəyir. Yəni, sənin işivin düzəlməsi önəmli deyil. Allah sənin üzərində o rəhmətinin çəkməməsi önəmlidir. Vay olsun o günə ki, Allah öz rəhmətini bizim üstümüzdən çəkə. İnsanın bütün arzuları puç olar. Baxın, adi bir tarixdə də oxumusunuz, filmlərdə də görmüşsünüz, Yusuf Peyğəmbərlə bağlı. Bir həyatına onun tamaşa eləyin, bir həyatını, tarixini varaqlayın. Yusuf Peyğəmbərin həyatında baxıb gördükdə aydın görünür onun həyatı və bizim üçün də Həzrəti Yusuf bir nümunə olur. Onun quyuya atılması, kölə kimi satılması, zindanda qalması, zahirdə bu bizə çox çətindir. Bir insan quyuya düşə, biz düşünürük ki, bir adam quyuya düşdü, məhv oldu. Bir adam zindana düşdü, deyir, hə, bunun hər şeyi məhv oldu. Bir adam kölə vəziyyətinə düşür, deyir ki, hər şey məhv oldu. Bu bizim zahirdə düşündüyümüzdür. Amma illər sonra məlum olur ki, bütün bu hadisələr Allahın böyük bir hikmət xəzinəsiymiş. O qədər insanlar var, zindana düşür, ucalır.
Deməli, Allah Həzrəti Yusufun timsalında bizə anladır ki, həyat quyudan başlayır. Bəzən biz deyirik ki, filan kəs öldü. Bəzən onun ölməyi o dünya üçün yeni bir həyat üçün bir başlanğıcdır. Adam var, görürsən 80 yaşı var, elə ölüdür. Onsuz zaten ölüdür. Kimə lazımdır bu? Adam var, görürsən həyatda çaba göstərir. Onun ölümü zahirdə ölümdür. Amma yeni bir həyata səhifə açır. Məsələn, bizim 44 gün vətən müharibəsində şəhidlərimiz igid canların qoydular, həyatların qoydular. Bütün gəncliyini vətən yolunda, Allah yolunda sərf edib şəhadət şərbətini içdilər. Onların şəhadəti, onların həyatına yeni bir başlanğıcdır. Amma insan var ki, onun ölümü ilə qalmasında heç bir fərqi yoxdur. Faydasız bir adamdır. Həzrəti Yusufu mən nümunə olaraq, misal olaraq qeyd elədim ki, o quyuya düşür, zindana düşür, kölə kimi satılır və sonda Allahın hikməti bu imiş ki, bu səbrin nəticəsində Allah onu Misirin padişahı yetişdirirmiş. Deməmiş, bizim bundan xəbərimiz yox. Ona görə insan həyatda tələskən olmamalıdır. Hər hadisələr baş verirsə, bu Allahın hikmətidir. Nələr bizim həyatımızda baş verirsə, siz narahat olmayın bu hadisələrə görə. Mən özüm bəzən həyatda mənim sıxıntılarım olur. Mən ümumiyyətlə ildə azı bir 3 dəfə, 4 dəfə böyük sıxıntılara düşürəm. Mənim həyatda şəxsən sıxıntılarım olur. Özdə belə sıxıntı yox, çox ağır bir sıxıntılara düşürəm. Amma mənim bir dənə, bilmirəm indi pis xüsusiyyətdir, yaxşı xüsusiyyətdir deyə bilmirəm. Mən dərdimi, problemlərimi bölüşə bilmirəm. Adətən insan bir dərdin bölüşdükcə onun dərdi azalır, paylaşdıqca onun dərdi azalır. Mən zahirən istəyirəm ki, biraz düşünməsinlər ki, mən kiməsə bir negativlik keçirdirəm. Yox, bu o anlamda deyil. Sadəcə mənim düşdüyüm o dərdi yalnız Allah bilir. Mən dostuma dedikcə o yüklənəcək. Adətən belə bir şey var. Bir dost oturursan bir yerdə bir dəfə dərdi, 2 dəfə, 3-cü dəfə, 4-cü dəfə telefona cavab vermir. Bəhanələr gətirir. Həqiqi dostlar da tanımaq olmur. Sənin dərdini yalnız Allah biləcək. Çünki Allah səndən küsməyəcək. Biz insanıq, biz küsürük. Quran-ı Kərim dediyi kimi, insan unutqandır. Bir insanın qapısının çətinliyə görə 3 dəfə, 5 dəfə döy, and olsun Allaha, qardaşın da olsa bəzən imtina eləyəcək. Mən and içirəm buna. Amma Allah imtina etməyəcək. Allahın rəhmət qapıları açıqdır. Allah buyurur, qulum, sənə nə dərd verirəmsə, xeyir qabaqdadır, sənin xəbərin yoxdur. Səbr ilə, şükür ilə, gözlə və təvəkkülü vardır. Nə qədər dözdük bu çətinliklərə? Düzdür. Biz Həzrəti İbrahim ola bilmərik. Biz Həzrəti Əyyub ola bilmərik. 60 il xəstə olasan. Biz Həzrəti Yusuf ola bilmərik. Həzrəti Yunus ola bilmərik. Amma biz bizik. Bizim də yükümüz özümüzə aid olan yükdür. La yukellifullahu nəfsən illə vus'aha. Allah çəkə bilmədiyi bir yükü insana verməz. İnsan yükü çəkə bilərsə, Allah ona verəcək. Allah İbrahim Peyğəmbərin yükün sənin çiynivə qoymayacaq. Çünki Allah ədalətlidir, Allah mərhəmətlidir. Bugün üzümü gənclərə tuturam, sizlərə tuturam və bizi canlı izləyən, sosial mediada olan hər bir gəncə üzümü tuturam. Hisslərlə yaşamayaq. Mən gəncləri görürəm bəzən depressiya düşür. Təhsil alır, zəhmət çəkirlər və yaxud biz özümüz dua edirik, lakin nəticəsini dərhal görmürük. Və görmək də istəyirik. Nəticə gecikdiyi zaman düşünürük ki, əziyyətlərimizin heç faydası yoxdur. Əziz gənclər, narahat olmağa dəyməz. Ən böyük Allahın hikməti budur ki, insanın Allahın insana verdiyi ümid itməsin. İnsan bilirsiniz nə zaman ölür? Ümid itəndə ölür. Mən
Hələ bizim adını çəkmirəm, indi qardaşlar tanır. Bizim hələ 20 ildir Cümə məscidində bizimlə bir yerdə olan bir qardaş. İllər onkoloji xəstədir, illər. Sağ olsun dostlar ona yardım edir, minnətdaram, adlarını çəkmirəm. Hər dəfə onun cibinə, kartına pul verirlər, sağ olsun. Bu möhtəşəm bir şeydir, bu imanın dərəcəsidir. Amma biz düşünürdük ki, həkim də dedi ki, bu adam artıq, biz danışanda 1-2 il bundan öncə, həkim dedi ki, artıq 5 gün, 10 gün bunun vaxtına qalıb. İndi cəmiyyətin içində gəzir. Kifayət qədər də yaşı var. İnsan əgər bir şeyə fokuslanırsa, başım ağrıyır, problem var, onkoloji xəstədir, filan xəstəlik var, ürəyim filan. Bu pandemiyada ölənlərin çoxu bilirsiniz nədən öldü? Qorxudan öldü, fobiyadan öldülər. Stresten öldülər. Düzdür, mən də 2 dəfə o xəstəliyə düşdüm. Həmən o pandemiya ərəfəsində 2 dəfə xəstələndim. Amma mən ümidimi itirmirdim, mən deyirdim, insan xəstələnə bilər. Amma sadəcə dünyada bir baskı var idi ki, kim bu xəstəliyə tutulsa öləcək. Və ölənlərin də çoxunun mən şuuraltı bilirdim, onlar qorxudan öldülər. Onsuz zaten öləcəkdir, kim nədən, niyə qorxmalısan ki? O şeydən qorxu səni qarşılamayacaq. Qarşıladığımız bir şey Allah'ın əgər lütfüdürsə, Allah Quranda buyurur ki, İnna lillahi və inna ileyhi raciun. Biz Allah üçün yaranmışıq və Allaha tərəf qaydacağıq. Ona tərəf qayıtmaq xoşbəxtçilikdir. Bu rəzalət dünyada yaşamaq, murdar dünyada yaşamaq, çirkin, mənfur bəzən insanların əhatəsində olmaqdansa ölüm ondan 1000 dəfə şərəflidir. Qurtulursan. Yəni cavanlara, gənclərə üzümü tuturam, heç vaxtın məyus olmun, ümidlərinizi qırmın. Buna görə də mömin və nəticə eləmək istəyirəm. Yekun fikrimi demək istəyirəm. Buna görə də mömin hər halda dua etdikdən sonra belə deməlidir. Ey Rəbbim, ey mənim Allahım, mən istəyirəm, amma sən daha yaxşısını bilirsən. Mən tələsirəm, amma sənin hikmətin hər şeydən üstündür. Elə isə qəlbimizi səbr ilə bəzəyək, səbr eləyək, dualarımıza davam eləyək, ümidlərimizi itirməyək və Rəbbimizin rəhmətindən də əsla məyus olmamalıyıq. Çünki insan əgər bütün varlığını Allaha bağlayarsa, Allah onun bütün sıxıntılarını, çətinliklərini aradan qaldıracaq. Ona görə ümidimiz olacaq, etiqadımız olacaq, Rəbbimiz bizi atmayacaq və o zaman həyatımız da gözəl olacaq. Və yekunda bunu demək istəyirəm, çünki hələ ərbəin bitməyib, ərbəin neçə gündən sonra olacaq və ilk öncə fürsətdən istifadə edeyim. Bizim Cümə məscidindən də ərbəin ziyarətinə yola düşən qardaşlarımız var. Sağ olsun onlara dəstək olanlar, bunu da deyim. Sağ olsun onlara maddi kömək edən insanlar, arzuların yerinə yetirən insanlar sağ olsunlar ki, bu yolda öz pullarını xərcləyirlər və onlar da bizlərə, ölkəmizə, xalqımıza, millətimizə, bayrağımıza dua edəcəklər və bu baxımdan bizim ürəyimizə rahatlıq verən bir Kərbəla hadisəsidir və Kərbəlanın şəhidləridir, Azərbaycan şəhidləridir ki, bizə məktəb və dərs öyrətdilər. Xanım Zeynəb timsalında. Yezidin qarşısında Şamda dayanır, Yezid başlayır ona tənələr vurmağa. Ona xoşa gəlməyən sözlər deməyə. Sənin qardaşını biz öldürdük. Övladlarını biz öldürdük. Bütün Əhl-i Beyt davamçılarını biz öldürdük deyən Yezid lənətlənmiş. Xanım Zeynəb bilirsiniz cavabında nə buyurur? Dedi ki, ey şərəfsiz, ey məlun, Allah öldürdü. Sən kimsən insan öldürəsən? Sən qatil ola bilərsən, amma adam öldürə bilmərsən. Və görün xanım Zeynəb Yezidin sarayında dayanaraq o cəsur, cəsarətli, fədakar bir xanım nə deyir? Qızıl hərflərlə yazılmalıdır bu. Xahiş eləyirəm, bir qadının əzmkarlığına baxın. Nə qədər
qeyrət nümunəsidir bu xanım. Bir dənə söz deyib, bu gün də o tarixdə yazılır. Ma rəeytu illə cəmila. Yezidə deyir, ha? Deyir, mən Kərbalada gözəllikdən başqa bir şey görmədim. Bir adamın atası öyle, bacısı öyle, Allah göstersin, qardaşı öyle, doğması öyle, anası öyle. İnsan ne hala düşür? Əziz cavanlar canlarını gözlərinin qarşısında, isti qumların altında, üstündə şəhid olublar, tikə-tikə paramparça eləyiblər. Xanım Zeynəb deyir ki, gözəllikdən başqa görmədim. Niyə? O bilir ki, bu dünya maddidir, axirət əbədidir. Əbədi olan dünyada mənim qardaşlarım çox hündür bir, əzəmətli bir yerdədir. Şəhidlər alidirlər. Allah'ın verirəm cəlalı xatirinə. Allah bizim ümidlərimizi qırmasın. Allah Teala bizi əməli salih insanlardan qərar versin. Allah Teala ölkəmizi, bayrağımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah düşmənlərə fürsət verməsin. Allah insan qatillərinə, günahsız insan öldürənlər var. Allah onların bu dünyasında, ahirətində cəhənnəmə çevirsin. Allah Teala Qur'an-ı Kerim xatirinə kim ki İslam'a, millətə, xalqa, insanlığa kömək eləyir, Allah onlara yar və yardımcı olsun. Bax, bugün də, dünən də İmam Zeynul Abidinin şəhadəti idi. Dünən burada biz məclis keçirdik, gecə ehsanatımız da oldu. Məhərrəmli ayının birinci gündən bu günə qədər və imamın 40'ına qədər də ehsanatımız davam eləyir. Kim ki Allah yolunda ehsan verir, pul xərcləyir, canı ilə, malı ilə, Allah onun kisbinə bərəkət versin. O yaxşılıqları balalarının qarşısına çıxartsın. O insanlar ki, ümid eləyirlər ki, ilahi mənə də pul ver, mənə də imkanlar ver ki, mən də gedim Allah yolunda xərcləyim, müminin niyyət əməlindən üstündə Allah onlara da şərait yaratsın. Şəhidlərimizin ruhları bizə duaçı eləsin. Allah Teala xəstələr, xəstəxanada mənə də çoxlu insanlar yazırlar, dua istəyirlər. Mən adlarını deyə bilmirəm, çünki çox insanlar müraciət edir. İlahi, kimin xəstəsi var, kimin dərdi var, kimin evində narahatçılığı var. Mən də daxil, çünki mənim də xəstələrim var və inşallah sizdən də dua istəyəcəm. Bütün xəstələr, eyni zamanda mənim bir bacım, hər zaman dua edirəm. Allah o bacıma da və bütün düşünən insanlar ki xəstədirlər, onlara İmam Zaman Əli ilə xəstəliklərinə şəfa versin inşallah. Azər qardaşımızın anası bizə yazıb, o xəstədir, dua istəyib, Allah Muhammed Ali Muhammedin xatirinə, o anıya da, o qardaşa da, doğmalarına da, əzizlərinə də acil şəfalar versin. Allah bizə gələn cümələri də nəsib eləsin. Kim ki Ərbəin ziyarətinə hazırlaşır, indi bizim cümə məscidindən sabah yox, bürsündə hərəkət edən bir-iki karvan var, dəstələr var. Allah onların da yollarını açsın inşallah. Allah'ın verirəm cəlalı xatirinə. İnsanın ömrünün sonunda insan üçün ən böyük neymət ağıldır, vicdandır. Ağlımızı, vicdanımızı, iradəmizi əlimizdən almasın. Gənclərimizi sayını çoxaltsın və gənclərimizə tövbə nəsib etsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yalid və lam yulad və lam yakul lahu kufuwan ahad. Ölənlərimizin, şəhidlərimizin ruhlarına və xəstələrimizin şəfası üçün salavat.